Səbr haqqında bir çox dəyərli sözlər deyilib, dəyərli fikirlər deyilib. Səbir İslamda ən böyük fəzilətlərdən biridir. Quranda da var, hədislərdə də var ki, Allah səbr edənlərlədir. Səbrin imanla nisbəti başla bədənin nisbəti kimidir. Yəni, baş bədənə necə əhəmiyyətlidir? Başsız bədən olmaz da, bu dərəcədə əhəmiyyətlidir. Bir bədənin başı kəsilsə, nə vəziyyətə düşərsə, yəni bədən ölər. İman üçün də səbir baş kimidir, bədən üçün baş kimi. Səbir olmadığı təqdirdə, olmadığı zaman imandan da söhbət gedə bilməz. Səbir yoxdursa, iman da yoxdur. Səbrin özü dillər 3 qismə bölünür. 3 növ səbir var. Biri müsibətlərə səbr eləməkdir. Bəlalara, çətinliklərə, müsibətlərə səbr eləməkdir. İnsan təbii ki, dünyaya gəldiyi müddətdə hökmən hansısa çətinliklə qarşılaşmalıdır. Ola bilməz ki, insan yaşadığı müddətdə heç zaman bir çətinliyə, sıxıntıya düşməyə. Heç zaman belə bir şey ola bilməz. İnsan dünyada yaşadığı müddətdə hökmən çətinliklərə, giriftarçılıqlara, problemlərlə qarşılaşır və bunları səbr və müqavimətlə qarşılamalıdır insan. Quranda da var, onlara bir müsibət üz verdikdə deyərlər, inna lillah və inna ileyhi raciun. Deyərlər, biz Allahdanıq və Allaha tərəf qayıdacaq. Son dönüşümüz Allaha tərəfdir. Allahın hüzurunadır. O zaman insan nəyini də itirirsə, kimini də itirirsə, onun üçün təsəlli var. Çünki dönüş Allaha tərəfdir, Allahın hüzurunadır. İnsan müvəqqəti dünya üçün yaranmayıb, əbədi səadət üçün yaranıb. Bunları insan düşündüyü zaman, buna etiqadı olduğu zaman, insan onda qarşısına çıxan çətinlikləri səbirlə qarşılaya bilir. Yəni, İmam Hüseyin əleyhissalamın mümkündür Kərbəla hadisəsindən danışmayasan. Bəla və müsibətlərə səbir mövzusu gələndə bunu danışmamaq mümkün olmur. Ümumiyyətlə, bir çox məsələ haqqında danışarkən gəlib Kərbəlaya toxunmalı oluruq. Bu elə Kərbəlanın özünün möcüzələrindən biridir. Yəni, Kərbəla ki, deyirik, canlı İslamdır, diri İslamdır. İstəyirsən namazdan danışasan, Kərbəladan danışırsan. İstəyirsən sədaqətdən danışasan, istəyirsən ibadətdən danışasan, istəyirsən əxlaqdan, ədalətdən. Hər hansı bir İslami dəyər haqqında danışmaq istəyəndə gəlib Kərbəla mövzusuna da çıxmaq mümkündür və adətən də gəlib Kərbəla mövzusuna da insan müraciət eləməli olur. Eyni zamanda səbir barədə də danışarkən İmam Hüseyin əleyhissalam bəlkə səbr eləyənlərin ən öndə gedənlərindən biridir ki, o dərəcədə çətinliklərin qarşısında elə bir misli görünməmiş səbir, müqavimət göstərir. Yəni, səbrin özü bəzilərdir ki, İmam Hüseynə təəccüb edir. O da bir alimlərdən biri yazır, səbrin özü təəccüb edir. Yəni, səbri bariz şəkildə göstərdi ki, insan necə səbr eləyər? Bunun əhəmiyyətini İmam Hüseyin əleyhissalamın Kərbəlası, həm onun, həm də xanım Zeynəbin səbri. İşte ondan böyük qurban ola bilməz ki, İmam Hüseyin əleyhissalamdan böyük. O çox böyük bir qurbandır. Həm bir bacı üçün qardaş kimi, həm zamanın imamı kimi, həm də ondan da başqa nə qədər müsibətlər. Soruşanda nə gördün? Bu məşhur sözünü deyir, buyurur ki, mə rəeytu illa cəmilə. Mən gözəllikdən başqa bir şey görmədim. Səbir olduğu zaman, insan hadisəni səbirlə qarşıladığı zaman, onda pis şeylər gözəlliyə çevrilir. Müsibət özü gözəlliyə çevrilir. Yadınızdadırsa, keçən həftə mən dedim, insan var ki, bəla və müsibəti nəinki səbr eləyir, ona şükr eləyir. İnsan da var ki, onu bağrına basır. Bəlanı belə qarşılayır.
bəlanı Allahın bir hədiyyəsi kimi qəbul edir. Hədislərdə də var ki, bəla Allahın möminə hədiyyəsidir. Yəni necə hədiyyəni adam necə sevinə qarşılayar, Allahın xüsusi dostları var ki, onlar çətinlikləri, o bəlaları elə bil ki, belə hədiyyəni qəbul edən kimi qəbul edirlər, ona dəyər verirlər ki, Allah məni layiq gördü ki, bu sınağı, bu imtahanı mənə verdi. Səbrin birincisi bəla və müsibətlərə səbr eləməkdir. İkinci növü deyirlər, səbrin ibadət və itayətin çətinliyinə səbr eləməkdir. İbadətin çətinliyinə səbr eləmək, o da səbrin bir növüdür. Lap sadədən götürək, oruç tutursan, orucu tutmaqda müəyyən çətinliklər var. Məkkəyə gedirsən, həccə, həccin əməllərində çətinliklər var. Namaz qılırsan, namazın müəyyən çətinlikləri var. Bu və ya digər dərəcədə hər bir ibadətin özünə məxsus bir çətinliyi var. O çətinliyə səbr eləmək, o da səbrin bir növüdür. Yəni, məsələn, gecə ibadətində xoş o kəsin halına hədisdə var. Allah ona baxır ki, onun göz yaşı tökür, axır yanaqlarına. O, elə bir günah üçün ağlayır ki, Allahdan başqa o günahdan heç kəsin xəbəri yoxdur. O günahını yadına salır, Allahın huzurunda göz yaşı tökür, günahları onu narahat edir, hətta gecənin bir məqamında durur, Allahın huzurunda dayanır, Allahla öz arasında onu danışır günahlarını, bir damcı göz yaşı tökülsə, hədisdə var, milçəyin qanadı qədər yaş tökülsə, dəryalar qədər odu söndürər. Dəryalar qədər odu söndürər. O çox fəzilətli əməldir. Amma səbr eləmək lazım. Şirin yuxudan ayılıb, durub, dəstəmaz alıb Allahın huzurunda dayanmaq. Deyərsən, gecə 2 rükət namaz qılmaq nə işdir? Nə çətin şeydir. İndi demək olar da, 2 rükət namaz nə çəkir? Amma gör, imtihan eləyə görək, hansı birimiz onu eləyə bilir, hələ 2 rükətdən. Gecə sübh namazından biraz tez durasan, o 2 rükət namazı, hələ mən demirəm 11 rükət. Hər birimiz özümüzü imtihan eləyək. Görək bunu nə qədər davamlı eləyə bilir. Nə qədər davamlı eləyə bilərik ki, sübh namazından məsələn, 20 dəqiqə tez duraq, 2 rükət gecə namazı qılaq məsələn. Bu əlbəttə vacibdir. Bunu eləməyən də günah eləməyib. Günahdır bunu tərk eləmək. Amma eləsən çox böyük fəziləti var. O elə bir əməldir ki, gündüz onun əvəzini heç nə ilə doldura bilməzsən gecə ibadəti. O çox fəzilətli əməldir. İnsanı yetişdirən bir əməldir. İnsanı təmizləyən bir əməldir. Ən təsirli müstəhəb əməllərdən bəlkə biri, bəlkə də birincisidir. Müstəhəblərin ən üstünü bəlkə də və hədislərdə də var buna işarələr ki, gecə ibadəti. Ən azı deyib, bizim şiyələrimiz gecə namazı qılarlar, hədisdə var. Heç olmasa 2 rükət, o belə deyirlər. Da heç qılmasa 2 rükət. Gecə ibadətini yerinə yetirər. İndi belə deyirəm, deyəndə deyirik ki, nə var burada çətin düşünədik 2 rükət namazı. O ki, səbirdən söhbət düşüb, yürüyə ibadətin çətinliyinə. Yəni, ibadət yuxunu azaltmağa səbəb olur. İndi sınıyaq özümüzü hər birimiz, məsələn, kim istəyirsə də görsün bunu nə qədər davamlı şəkildə yerinə yetirə bilir. Məsələn, insanın haracan hünəri çatır ki, bunu davamlı şəkildə yerinə yetirsin. Yəni, səbrin ikinci növü ibadətin çətinliyinə səbirdir və üçüncüsü ki, hamısından üstünü budur. Üçüncüsüdür. Səbrin deyiblər, ən üstünü bəla və müsibətlərə səbirdən də, ibadətin çətinliyinə səbr eləməkdən də üstünü budur ki, günah qabağında səbr eləmək. Ən üstün səbrin növü budur. Ki, bir cavan oğlan, bir yaşlı adam fərq eləmir. Günah qabağına çıxan zaman Allah yadına düşə, o günah eləməyər. Bunu eləyə bilsə, bunun qabağında səbr eləsə, səbrin ən üstünü budur. Ən böyük mükafat da buna görə verəcək. Deyiblər, vacibləri yerinə yetirin. Haramlardan da çəkinin. Hədisdə var, Peyğəmbər buyurur ki, mən zəmanət verirəm sizə. Ki, mən sizi cənnətə aparacam. Düzdür, indi yüksək təbəqəsi ən az heç olmasa vacibləri yerinə yetirin, haramlardan çəkinin, hələ müstəhəblər sonra özünüz bilərsiniz, o dərəcədir. Amma vacibi yerinə yetirib, haramdan çəkinmək şərti ilə mən sizə onda zəmanət verirəm ki, mən sizi özümdən cənnətə aparacam. Deyiblər, hansı əhəmiyyətlidir? Vacibi yerinə yetirmək, yoxsa günahdan çəkinmək?
Hədislərdə gəlib ki, günahdan çəkinmək daha əhəmiyyətlidir. İbadətdən əhəmiyyətlisi, namazdan əhəmiyyətlisi günahdan çəkinmək. Düzdür, namaz qılmasan günahdan çəkinə bilməyəcəksin. Məsələ burasında. Namazı tərk eləmək öz-özlüyündə günah. Amma dəyər baxımından götürəsən, hədisdə var neçə dirhəm haram pulu sahibinə qaytarmaq. 1000 rükət namazdan üstün. İstəyirsən biləsən birinin imanını, hədis deyir ki, onun rükusunun, səcdəsinin çoxluğuna baxma. Adam var, adət eləyib namaz qılmağa. İstəyirsən imanına qiymət vermək, baxma bunun rükusuna, səcdəsinə. Bax, əmanət verəndə necədir? Günah qabağında necədir? Əməli eləyir, məsciddə müsəlmandır, çöldə də müsəlman deyə yox. Görsən, məscidə girirsən, ibadət yerinə girirsən, hamı müsəlman qiyafəsindədir. Müsəlman kimi özünü aparır, təsbih əlindədir, zikir deyir, ibadət eləyir. Namaz qılır, Quran oxuyur, söz danışır, sözə qulaq asır, məsələn. Amma din ancaq orayla məhdudlaşmır. İslam. Bax, gör, məsələ burasındadır, iş buradadır ki, gör buradan çıxandan sonra necə? Namazda dediyi söz ki, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Tək sənə ibadət edirəm, sənə pərəstiş edirəm və səndən kömək istəyirəm. Gör, bu, o sözünü əməlində təsdiq edir. Sənə təkcə ibadət edirəm, yəni mən günah eləmirəm. İyyəkə nə'budu və İyyəkə nəstə'inin mənasıdır. Biz deyirik, bir alim var, deyir, o vacib olmasa mən onu deməzdim. Utanıram o söz deməyə Allah. O da vacibdir, onu deməsəm namaz batil olar. Ona görə məcburam deyəm. Amma heç mənə yaraşmır Allaha deyəm, tək sənə ibadət edirəm. Gündə 100 şeyə ibadət edirəm. Hər dəfə günah eləyəndə şeytana ibadət edirəm, dünyaya ibadət edirəm. Gündə 100 şeyə ibadət edirəm, amma namazda dururam, deyirəm, İyyəkə nə'budu və İyyəkə nəstə'in. Namazın sözləri, namazın həqiqəti insanın həyatında təsdiqini taparsa, namaz insanın həyatının şüarı olarsa, həqiqi mənadır. Bu, doğrudan da müsəlmançılıq və mömin. Günah qabağına çıxan kimi, günahın qabağında səbr eləmək. İnsanın dəyəri bundadır. İnsanın içində mübarizə var. İnsanı insan eləyən budur. İnsanı başqalarından fərqləndirən budur ki, insanın içində iki tərəf bir-birinə mübarizədədir hər zaman. İnsanın içində elə təsəvvür eləyək ki, bir ağıl qoşunu var, bir şəhvət qoşunu. İnsanın daxili bu mübarizə meydanıdır. Başqa varlıqlarda o yoxdur. Heyvanda o yoxdur, məsələn, üzr istəyirəm. Onda mübarizə zət yoxdur. Bunu eləyim, eləməyim, tərəddüd eləyəm. Amma insanda bu var. Həmişə ağıl bir söz deyir, başqa heyvanı tərəf bir söz. Daim bu mübarizə gedir və səbrin burada gücü nədir? Səbir ağlın qoşunudur, silahıdır. Səbir dəf eləyir insanı, qoymur şeytana tərəf getməyə, insan Allaha tərəf gedir. Burada səbir lazımdır. Allaha tərəf getdikcə də məqamı artır, olur insan. Əgər bu mübarizədə şəhvət ağla qalib gəldisə, Peyğəmbər buyurur ki, bu heyvandır, heyvandan da aşağıdır. Quran da bunu buyurur. Quran da buyurur ki, Ulaikə kəl-ən'am bəlhum əzəl. Onlar heyvan kimidirlər, bəlkə ondan aşağı, bəlkə yəqin ki ondan aşağıdır. Çünki ağıl yoxdur heyvanda. Şəhvətin buyruğu ilə yaşayır. Ağıl ola bu şəhvətin buyruğu ilə yaşayır. Gör, hansı daha dəyərlidir? Hansının hörməti daha çox? Allah buyurur, hədislər buyurur ki, əgər bu mübarizədə şəhvət ağla qələbə çalsa, onda insanın qiyməti şəhvəti qədərdir. Hədisdə var, sən istəyirsən qiyməti biləsən, bax gör nə arzulayırsan, arzuların sənin qiymətin. Maşını arzulayırsan, dərdin, fikrin maşındır, elə maşın qədər qiyməti. Qadın arzulayırsan, elə o qadın qədər qiyməti. Ev arzulayırsan, elə o ev qədər qiyməti var, o daş qədər qiyməti var. Amma yenə deyirəm, söhbət ondan getmir. İnsan zəruri həyatının məişətini təmin eləmək üçün bunların hamısından da istifadə edirlər. Amma həyatın bəzən məqsədi bu olur. Bəzən söhbət məqsəddən gedir. Yoxsa indi bir insan evini istəyir, rahat bir, məsələn də, öz
dünya həyatını təmin eləmək üçün, Allaha düz ibadət eləmək üçün, axirətə çatmaq üçün bu heç. Amma həyatda məqsəd nədir? İnsanın dəyəri, qiyməti də o qədərdir. İnsanın qiyməti də elə o həddədir. Kiminki təlaşı, hədisdir bu deyə üzr istəyirəm, deyirəm bu hədisi. Kimin deyirsə ancaq nəsə qazanıb, nəsə yemək üçündürsə, ancaq səyi budursa, çox üzr istəyirəm, yəni deyirəm bu hədisdir deyirəm. O dəyəri, qiyməti o yeməyi ifraz elədiyinin dəyəri qədər hədisdir. Məqsədi budursa, məramı budursa həyatda, onda onun doğrudan da heç bir dərəcəsi, heç bir qiyməti Allah yanında yoxdur. Səbrin ən üstünü, ən dəyərlisi günah qabağında səbr eləməkdir. Ki, insan Allahın huzurunda durduğu zaman, qiyamətdə Allahın huzurunda biz dayanacaq olmamız. Allahın huzurunda dayandığımız zaman ən xəcalətli anlar budur ki, insan Peyğəmbərinin qabağında, Əhl-i Beytin qabağında, Allahın huzurunda dayana, onun günahları aşkar olunadan deyilə, insan xəcalət çəkir. Başına aşağı sala xəcalət çəkər. Deyirlər ki, bəlkə də hədislərdə də var ki, bu cəhənnəmin özündən daha pis şeydir. Xüsusən də ki, bizlər üçün daha pisdir. Çünki bizim hesabımız biraz başqa olacaq. Deyəcəklər, onlar başqa idi, onların məktəbi başqa idi. Sən adı götürmüşdün ki, mən Əleyhisselamın şiəsiyəm. Sən bu adı üzərində götürmüşdün. Sən özü bizim məktəbə nisbət verirdin. Sən özü bizim adımızı üzərində götürmüşdün. Sən bizi tanıyanlardan idin, bizi qəbul edənlərdən idin. Ona görə sənə yaraşmırdı bu işlər ki, sən bunu görürsən. O günahlar ki, sən edirsən. Ona görə bizim məsuliyyətimiz daha ağırdır ki, Allahın huzurunda dayanan zaman, Əhl-i Beytin huzurunda dayanan zaman Peyğəmbər bizə baxa, Əhl-i Beyt baxa və bizim günahlarımız orada aşkarlana, sadalana deyilər. Ona görə də Musa Peyğəmbərdən soruşdular ki, kişi adam kimdir? Bu hədisi biz neçə dəfə demişik. Bilirsiniz, kişi adam haqqında hərənin bir fikri var da. Bilirsiniz, filan kəs kişi adamdır filan xasiyyətə görə. Kişiliyi hərə bir cür tərif edir. Həzrəti Musadan soruşdular ki, kişi kimdir? Deyəsən, bu kişi adamdır. Dedi, kişi adam o adamdır ki, necə Allahdan təmiz ruh təhvil alıb, Allaha o ruhu təmiz qaytara bilsin. Bu kişi adam bu adam. Ruh necə buna təmiz ağ vərəq kimi təmiz verilib, Əzrail bunun canını alanda ruhu o təmiz şəkildə Allaha verə bilsə doğrudan da kişi adam. Buran doğrudan da kişilik istəyir. Bu hər adamın işidir. Milyardlarla insan dünyaya gəlib, milyardlar nədir da, nə qədər insan? Onlardan çox azı bunu bacarıb ki, ruhu aldığı kimi təmiz Allaha qaytara bilsin. Onun üçün səbir lazımdır. İlk növbədə günah qabağında səbir. Çünki günah insan üçün bəladır. Günah insanın dünyada izzətin, abrın əlindən alar, axirətində bərbad edir. Ona görə bizə deyiblər ki, ömür ki, nə qədər verilib sizə, o ömür müddətində çalışın ki, dünyanı da sizə versələr günah eləməyin. Günah söz danışmayın. Yalan danışmayın, qeybət danışmayın, söyüş deməyin. Nə bilim də bu günahlar ki, bilirik də. Şəhvət günahları, qəzəb günahları, qəlbi günahlar, bunların hamısını bilirik, eşidirik. Çalışın ki, bütün dünyanın bahasına da olsa, o bir dənə yalanı danışmaq, sənə desinlər, dünyanı sənə verir, bir kəlmə yalan danır. Nəticədə onun ziyanı qat-qat artıqdır. Qat-qat artıqdır. Bütün dünyanın hamısı da dəyməz bir kəlmə yalana. Çünki ziyanla xeyir sabah ölçüləndə onun ziyanı daha artıq olacaq. Ona görə də deyiblər, səbrin ən üstünü günah qabağında səbr eləmək. Xüsusən ki, bu məclis gənclərin məclisidir əsasən. Yəni, fərq eləməz. Hər bir insan Allaha ibadət eləyən bəndədirsə, Allahın yanında ehtiramlıdır, hörmətlidir. Xüsusən gənclər, cavanlar ki, xüsusilə onların dəyəri var. Özdə günahdan çəkilən cavanlar. Çünki cavanlıqda günaha insanda meyl güclü olur. Günahı insan daha yaxşı icra eləyə bilər, kamil şəkildə. O halda günahdan çəkinirsə, onun dəyəri daha artır. Qoca adamlar yaş keçdikcə heç bəzən günahı, bəzi günahları heç ürək istəsə də eləyə bilməz. O işlərdən keçib olur. Ona görə onun o dərəcədə dəyəri əhəmiyyəti yoxdur. Amma gənclər, cavanlar günaha hər cəhətdən meyli daha artıq olur.
və müqavimətinin də dəyəri daha artıq olur. Müqavimətinin də savabı daha artıq olur. Odur ki, səbir, günah qarşısında səbir, səbrin ən yüksək mərtəbəsidir, ən yüksək dərəcəsidir. Allah bizi səbr eləyənlərdən qərar versin. Allah bizim aqibətimizi xətmə bi xeyr eləsin inşallah. Əssalamu aleykum və rəhmətullah.